Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Hal-hazırda mən sizə DİM-in 20 sınaq adlandırılan test kitabçasından ikinci sınağın izahını verəcəm. Əvvəla bunu qeyd edeyim ki, bu sınaq kitabçası, bu test 20 sınağın 3-cü qrupuna aiddir. 3-cü qrup kitabçasıdır. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların, çəkilişlərin, sual izahlarının, test izahlarının, dərslərin davamını istəyirsinizsə, kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Keçək sualların izahına. Sual 1. Səbəb-nəticə əlaqəsinin pozulduğu cavabı müəyyən edin. A variantı. Şəngin üsyan nəticəsində öldürülməsi, Dərbəndlilərin hakimiyyətə gəlməsi. Bu doğru cavabdır. Bizdən səhv cavabı istəyir. A getdi. B variantı. Canlı bəyin Təbrizə hücumu 1357-ci il, Hülakilərin süquta uğradılması. Bu da doğru cavabdır, getdi. Teymuri şəhərçiləri arasında çəkmələrin güclənməsi, Cahanşahın İranın mərkəz və şərq vilayətlərini ələ keçirməsi. Bu da doğru cavabdır. C variantda getdi. Baharlı sülaləsinin son nümayəndəsi Həsənlinin hakimiyyətdən uzaqlaşdırılması, Bayandurların, yəni Ağqoyunların hakimiyyətə gəlməsi. Bu da doğru cavabdır. Səhv cavab oldu Y. Baxaq, Otluqbəyli döyüşünün baş verməsi, Osmanlı qoşununun Azərbaycan şəhərlərinə daxil olması səhvdir. Otluqbəyli döyüşündə Osmanlılar qalib gəlsələr də Azərbaycanda möhkəmlənə bilməyib geri qayıtdılar. Fatih Mehmet geri qayıtdı. Birinci sual bu qədər. İkinci sual. Şirvanşahlar dövləti 3-cü Mənüçöhür, 1-ci Axsın. Hər ikisi Kəsranilər sülaləsinin nümayəndəsidir. 3-cü Mənüçöhür. İraq Səlcuq Sultanı Sultan Mahmudun hücumuna məruz qalması düzdür. Səlcuqlarla münasibətləri pozduğu üçün Sultan Mahmud 1123-ci ildə hücum eləmişdi Mənüçöhrün üzərinə. Dərbəndilər sülaləsinin nümayəndəsi bu səhvdir. 1125-ci ildə 4-cü Davidin ölümü ilə Şirvan tam müstəqilliyini bərpa elədi. Bu da doğru cavabdır. 1A-cı. 1-ci Axstan. Dövlətin yaradılması təbii ki, 1-ci Axstana aid deyil. Şirvanşahları hesabı müxalif yaradıb. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi 1192 bu aiddir. Qızıl Ordunun hücuma məruz qalması bu dövrdə Qızıl Ordu yox idi. Bu adam 12-ci əsrdə hakimiyyətdə olub. Ona görə cavab oldu 1A-C, 2B. Yəni Y variantı. Keçək digər sualların izahına. Sual 3. 15-ci əsrdə Azərbaycanda istehsal edilən məhsula görə alınan vergi, məhsul vergisi burada hansı malcəhət olmalıdır? 15-ci əsr Ağqoyunlu, Qaraqoyunlular dövrüdür. Baxırıq, görürük ki, malcəhət buradadır. Malcəhət. Suvarma suyundan istifadəyə görə alınan vergi bəhrə. Otlaqlardan istifadəyə görə alınan vergi çoban bəyi. Malcəhət, bəhrə, çoban bəyi. Yəni 3. Y variantı. Bunu da yəqin ki, bildiniz. Digər sualın cavabına, izahına keçək. 4-cü sual. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtın Marağa Sultaniyə Təbriz olması Hülakilərə aiddir. Bunu sağdan çıxartdıq. Məlumatın aid olmayan dövlətdir bizə. Elə bir dənə cavab tapmalıyıq ki, o dövlət haqqında məlumat burada olmasın. Slavyanlar 2-ci. Ərazisində 11-ci əsr 20-ci illərində 1028-də Oğuz türklərinin məskunlaşması Rəvvadilərə aiddir. Çıxdıq. 944-də Bərdəyə Slavyanlar hücum eləyəndə hakimiyyətdə Salarilər idi. Salarlərə çıxdıq. 11-ci əsrin 60-cı illərində Alanların 1062-ci ildə hücumuna məruz qalan Şəddadilərdir. Şəddadilər də çıxdı, cavab qaldı B variantı, yəni Sacilər dövləti. Sual 5-ə baxırıq indi. 5-ci sual. Hülakilər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Hülakilər nə vaxt mövcud olublar? 1258, 1357. Bu illərə uyğun gələn hadisəyə baxırıq burada. Təbii ki, Hülaki hökmdarından danışmaq lazımdır burada. Məhəmməd Olcaytu mərkəzi hakimiyyəti qüvvətləndirməsi. Məhəmməd Olcaytu Qazan xandan sonra hakimiyyətə gələn hökmdardır. 1305-dən 1316 kimi hakimiyyətdə olub. Təbii ki, bu Məhəmməd Olcaytuya aiddir. Cavab olacaq burada Y variantı. Keçirik digər sualın izahına. 6-cı sual. Hadisələrdən hansıların yerli dəyişilərsə xronoloji ardıcıllıq düz alınar. Baxaq indi sualın izahına. Təbrizin Səlcuqlara tabe olması 1066. Şirvanşahların paytaxtın Şamaxıya köçməsi Əbu Tahir tərəfindən 918. Avtomatik görürük ki, burada 1-2 yer düz deyil.
İbrahimin Şirvanşah elan edilməsi 1382, İbrahimin Təbrizə daxil olması 1406, İbrahimin Qarayüzə məğlub olması Kür döyüşündədir 1412. Avtomatik görürük ki, burada 1 ilə 2-nin yeri dəyişilməlidir. Cavab olacaq A variantı. Memarlıq abidələrinin xronoloji ardıcıllığını müəyyən edək. Bərdə türbəsi 13-14-cü əsrlərin memarlıq nümunəsidir. Naxçıvanda Əlincə qalası 9-cu əsrin memarlıq nümunəsidir. Marağadakı Göygünbəz türbəsi 13-cü əsrin memarlıq nümunəsidir. Təbrizdə Qeysəriyyə bazarı isə 15-ci əsrin memarlıq nümunəsidir. Ardıcıllıq necə olacaq? Əvvəl 2 gələcək, 9-cu əsr 2, 3, 1, 4. 2, 3, 1, 4 burada hansı cavabdır? A variantıdır. Bunda izahından sonra keçək 8-ci suala. Hülaçilər dövlətinin 14-cü əsr tarixinə aid olanları tapaq. Buradan cavabları çıxartmanın cavabı tapmaq mümkün. Dövlətin yaranması 1258-dir. 13-cü əsrdir. 2-ni buradan çıxardırıq. Avtomatik 3 dənə variant yandı. Sonra Qızıl Ordu ilə mübarizənin başlanması. Hülaçilər yaranandan Qızıl Ordu ilə mübarizə başlayıb. Yəni 13-cü əsrdən başlayıb. Avtomatik 4-ü də cavablardan çıxardırıq. Qaldı cavab 1, 3, 5 Y variantı. Sonra sualları işləyən zaman əziz və dəyərli izləyicilər, müəllimlərə də aiddir, MİQ imtahanında, şagirdlərə də, abituriyentlərə də aiddir. Daha çox variant çıxarılması ilə cavabları tapmağa səy göstərin və bu yolla siz daha tez və daha doğru cavab tapa bilərsiniz. 9-cu sual. Daha gec baş vermişdir. Şeyx Üveysin Şirvanşahları özünə tabe etməsi 1367-dir. Gəncədə Usta Bəndər üsyanı 1331-dir. Axsunqullərin süqutu 1227-dir. Azərbaycanın Monqollar tərəfindən işğalın bitməsi 39-dur. İbrahimin Təbrizə daxil olması 1406-dır. Biz bilirik ki, İbrahim bunların hamısından sonra hakimiyyətdə olub. Yəni, illəri olunca yazılıb ki, xatırınıza düşsün. Xatırlayasınız, yada sala biləsiniz. Kömək olsun sizə məlumatları yada salmaqda, təkrarlamaqda. 10-cu sual. Hülaçilər dövlətinin 13-14-cü əsrlərinə də oxşar cavabı tapmalıyıq. Osmanlı ilə toqquşma aid deyil. Osmanlıya bir dəfə Qazanxan hücum edib, o da 1300-cü ildə. 1301-ci ildə. Qızıl Ordu ilə mübarizə bəli, 13-cü əsrdə aparılıb, 14-cü əsrdə aparılıb. Azərbaycan torpaqlarını təbii ki 13-cü əsrdə hakimiyyətə gəliblər, 14-cü əsrdə hakimiyyətdən gediblər, olublar. 2-3 cavab olub C variantı. Cəlalilərin yürüyüşü, cəlilər hülaçlara heç vaxt yürüyüş eləməyiblər. Hülaçların süqutuna qədər cəlalilərlə mübarizə yoxdur. Cavab oldu 2-3, yəni C variantı. Digər sual izahına keçək. 11-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyənləşdirək. Birinci, Cəlləddin təyin etdiyi canişinlərin Azərbaycanın talaması Bəndər üsyanı baş verməsi. Təbii ki, bu doğru cavabdır. Üsyanlar niyə baş verdi? Şərəf əl-Mülk, Cəlləddinin vəziri Azərbaycanı taladığı üçün. Qızıl Ordu xanı Cənab bəyin Təbrizə gəlməsi, Elxanilərin süqut etməsi, hülaçlar. 2 də düzdür. Avtomatik cavab çıxdı. 1-2. Daha digərlərinə baxmaya ehtiyac yoxdur. 1-2 A variantı. Bunu da bildik. Digər suallara keçək. Üzrlə hesab edin. Biraz təbii ki, öskürməyim sizi narahat eləyə bilər. 12-ci sual. 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarlığı haqqında bir dənə məlumat verir. Biz bilməliyik ki, biz burada hansı hökmdardır? Yazıb bir dənə bizə istiqamət verib. Şeyx Heydər. Şeyx Heydər nə vaxt öldürülüb? 1488-də. Biz illə çıxarda bilərik ki, bu dövrdə hakimiyyətdə Sultan Yaqub olub. Padşah Yaqub. Və yaxud da biz bilərik ki, Şahdağ döyüşündə Heydəri öldürən demək Yaqub idi. Yaqub padşah idi. İndi Yaqub padşah haqqında digər məlumatları tapmalıyıq. Bəli, atası kimi Şirvanla dostluq münasibətlərini davam elətdirmişdi. Düzdür. Hakimiyyəti dövrü onun durğunluq dövrüdür. Yazır ki, burada hakimiyyət dövründə sabitlik olub, durğunluq olub. Cavab 1-4 B variantı. Aydındır. Bunu da bildik. 13-cü suala baxaq indi. Şirvanşahlar dövlətinin Cəlallərin və Şəki hakimliyinin bizdən oxşar cəhətlərini, ümumi cəhətini soruşur. Həm Şirvanşahlar, həm Cəlalilər, həm də Şəki hakimliyi 4-ü də Teymurilərlə mübarizə aparıblar. Aydındır. A variantı deyil, çünki Osmanlılarla mübarizəsi yoxdur bunların. Şirvanşahların var, Cəlalilər Şəkinin yoxdur.
Eyni əsrdə yaranmalar təbii ki, səhvdir. Şirvanşah 9-cu əsrdə yaranıb. Monqolların ikinci yürüşü zamanında Şirvanşah süqut eləməyib, Cəlalilər də süqut, həmin vaxt yox idilər Cəlalilər, Şəki hakimliyində süqut eləməyib. Osmanlı ilə müttəfiq olmalarda təbii ki, bu Cəlalilərə aid, Şəki ilə Şirvanşahlara aiddir. Cavab qaldı Y variantı. 14-cü sual. Tiflis müsəlman əmirliyinin ləğv olunması Didqor döyüşü nəticəsində. Baxırıq, görürük Didqoru harda birinci verib? Burada. Demək, cavab D variantıdır. Başqa cavab baxmağa ehtiyac yoxdur. Teymurların Azərbaycan hakimiyyətinə Sədrut döyüşü ilə son qoyulub, Qaraqoyunlulara Zəfdən döyüşsə Muş döyüşüdür 1467-ci il. Aydındırmı? Görürsünüz, bu əslində bir cavabı tapmaqla bəzi sualların düzgün cavabları ortaya çıxa bilir. 15-ci sual. Ağqallı hökmdarlar haqqındadır. 20-yə yaxın vergi sözünü harda gördünüz? Birinci Gödə Əhmədi deyir. Gödə Əhmədə aiddir bu. A. Getdi Gödə Əhmədə. Əlpər sazişini Əlvənlə Murad imzalayıb, bunların heç birinə aid deyil. Ən çox soyqal torpağı paylayan bu cümləni də harada gördünüz? Birinci Rüstəmə aiddir. C variantı Rüstəmə aiddir. 1497-də qısa müddətdə hakimiyyətdə olan Gödə Əhməddir. Bir neçə ay hakimiyyətdə olub. Şeyx Heydəri öldürəndə Yaqub Paşadır. Bayaq dedik biz burada. 1Y, 2C, 3AD. 1Y, 2C, 3AD. Cavab oldu D variantı. 16-cı sual izahına keçmək vaxtıdır. 16-cı sual. Məntiqi ardıcılığı müəyyənləşdirir. Baxaraq görürük ki, burada 1339-da Dərbəni tutmaqla Azərbaycanın işğalı bitdi, ikinci yürüş. Demək, bizdən ikinci yürüş haqqında məlumatları istəyir. İkinci yürüşə nə aiddir burada? Azərbaycanın işğalını tamamilə başa çatdırdılar. Neçənci ildə? 1239-cu ildə. 17-ci sual. Şirvanşahlar dövlətinin tarixinin 14-cü əsrin 80-ci illərinə aiddir. Yəni 1380 neçənci illəri bizdən soruşur. İbrahimin Şirvan şahid edilməsi 1382 aiddir. Dərbəndlər hakimiyyətə gəliblər, devrilməyiblər ki, aiddir. Hüşəngin öldürülməsi aiddir. Hüşəng öldürülüb ki, İbrahim gəlib hakimiyyətə. Şeyx Cüneydin Şirvana yürüyüşü. Cüneydin Şirvana yürüyüşü 1460-cı ildir. O 15-ci əsrdir. Bu da getdi. Şirvanşah İbrahimin Təbrizə daxil olması, bu da 1406-cı ildir. Bu da getdi. Cavab oldu 1-3, yəni D variantı. Yəqin ki, bu da sizə aydındır. Keçək digər sualın cavabına, yəni 18-ci suala. Yazır ki, 11-ci əsrin 60-cı illərində Böyük Səlcuq dövlətinin, 12-ci əsrin 90-cı illərində Eldənizlərin ümumi cəhəti Azərbaycan dövləti tərkibindədir, bəli. Baxırıq, görürük ki, hər iki tarixdə 60-cı illərdə 11-ci əsrdə Səlcuqların tərkibində olmuşuq, 12-ci əsrin 90-cı illərində Eldənizlərin tərkibində olmuşuq. Hər ikisi Türk dövlətidir, ona görə Türk demək, mənşəli sular tərəfindən idarə olunması doğru götürəcək biz burada. Bir üçlü cavab olmalıdır burada. Avtomatik bunlar getdi. Bu da getdi. Cavab budur ya cavab budur. İkiyə baxaq. Dövlətin paytaxtının dəyişdirilməsi. 1060-cı illərdə Səlcuqların paytaxtı dəyişib. Axırıncı dəfə Səlcuqların paytaxtı dəyişib 1073-də. Demək 2 səhvdir. 2-ni də öldürürük buradan. Cavab oldu 1-3-4. Yəni B variantı. 4 nədir? Hakimiyyətə yeni hökmdarın gəlməsi. Bəli, düzdür bu. 1063-cü il Səlcuqda Alparslan hakimiyyətə gəlib, 1191-ci ildə də Eldənizlərdə Əbubəkir hakimiyyətə gəlib. Ona görə cavab 1-3-4-dür. 19 sual. Uyğunluğu müəyyən. Əmir Çobanın Cəlalilərdən deyil. Fəzlullah Rəşidəddin Şirvanşahlara aidiyyəti yoxdur, Hulakilərə aiddir. 5 doğrudur. Nizami Mülk Səlcuq Məlikşahın vəziri idi. Burada bunu Eldəniz bu səhvdir. Qızıl Arslan Eldənizlərin hökmdarı olub 4 də düzdür. Cavab olub 4-5, yəni D variantı. Növbəti sual, maraqlı bir sual, 20-ci sualdır. 20-ci suala baxırıq. 1066-cı ildə Səlcuq dövlətinin tabe etdiyi Azərbaycan dövlətinin paytaxtı. Biliyoruz ki, Şirvanşahlardır. Şirvanşahların da həmin vaxt paytaxtı olub Şamaxı şəhəri. Yəni cavab olacaq 4. 21-ci suala baxaq. Yazır ki, burada xeyli müddət saray müxalifəti və iri fedal qruplarına qarşı mübarizə apardı. 1190 Həmədan döyüşündə Çin sorulu məğlub etdi. Biz artıq bilirik ki, Qızıl Arslandan danışılır. Deyir ki, Məmmədə bəhs olunan hökmdarın Məhəmməd Olcaytına oxşar cəhəti. Qızıl Arslanın Məhəmməd Olcaytına oxşar cəhəti. Eyni bir dövlətin hökmdarı olmaları səhvdir. Təbii ki, Qızıl Arslan Atabey hökmdarıdır, Məhəmməd Olcaytı Ulaki hökmdarıdır. Biri cavabdan çıxırıq. Avtomatik 3 variant öldü. Qardaşından sonra hakimiyyətə gəlməsi bu düzdür. Məhəmməd Olcaytı qardaşı Qazan xandan sonra hakimiyyətə gəlib. Qızıl Arslanla qardaşı Məhəmməd Cahan Pəhlivandan sonra hakimiyyətə gəlib. İkili cavab olacaq. Demək cavab hansıdır? 2-4 C variantı. 4-ə baxaq. Ölümlərindən sonra bəli, feodal mübarizəsi başlayıb. Qızıl Arslan ölümündən sonra Atabəylər zəifləyib.
Demək ki, Məhəmməd Olcaytın ölümündən sonra da Hülakilər zəifləməyə başlayıb, mübarizə başlayıb orada. 22-ci suala baxaq. Təbriz şəhərinin Cəvahirlərin paytaxtı olduğu dövrə uyğun gəlir. Təbriz nə vaxt Cəvahirlərin paytaxtı olub? 1359-cu ildə. Bu dövrə uyğun gələn hadisə, bir dənə mühüm hadisə var orada. Cəvahirlər hökmdarı Şeyx Uveys Şirvanşahları tabe edir. Kavus ibn Keykubatı tabe edib Azərbaycanın işğalını bitirir. Baxa görək varmı? Görürük burada var. Şirvanın Cəvahirlərə tabe edilməsi 1367-ci il. Cavab oldu Y variantı. Digər variantları çıxartmaq lazımdır oradan, səhv variantlardır. 23-cü suala indi diqqətdən baxaq. Eyni əsrdə baş vermişdir. Şirvanşah Fəribruzun Səlcuq asılılığını qəbul etməsi 11-ci əsr, 1066-cı il. Davidin Şirvana hücumu 1124-dür, bu aiddir 12-ci əsrə. Slavyanların Şamaxını qaət eləməsi 1032-33-dədir. Yezidiyəni Şamaxını qaət edirlər 11-ci əsr. Cavab çıxdı 1-3. Amma digərinə baxaq. Monqolların Şamaxı tutması 1221-dir. Monqol hücumları hamı bilir ki 13-cü əsrdir. Cəvahirlərin də Şirvana hücumu 14-cü əsrdir. Və oxşar cavablar eyni əsrdə olanlar hansılar oldu? 1-3. 1-3, yəni cavabımız oldu. Doğru cavabımız 1-3. 24-cü sual. Sacilər dövlətindən fərqli olaraq Savarilər dövləti. Azərbaycanın ikisi də Azərbaycanın cənubunda yaranıblar. Şimalda yaranması səhvdir. 10-cu əsrdə yaranıb, bəli. Savarilər 941-də yaranıblar, amma Sacilər 898, 9-cu əsrdə. Bunlar isə 10-cu əsrdə. Bu fərqli cəhətdir Savarların. Azərbaycan torpaqlarının birləşdirilməsi ikisinə də aiddir. Oxşar cəhətdir. Paytaxtın yalnız Ərdəbil olunması. Bəli, cavab bu da doğrudur. Niyə? Çünki Savarların paytaxtı yalnız Ərdəbil olub, Saclərin paytaxtı isə Marağa və Ərdəbil olub. Demək, cavab nə oldu burada? 2 və 4. 5-ə də baxaq. Azərbaycanın cavabında yaranması hər ikisi Azərbaycanın cavabında yaranıb, səhv cavabdır. Cavab oldu 2 ilə 4. Yəni, açıq sual kimi cavab 2-4 olaraq qeyd edirik. Digər bir suala baxaq. 25-ci sual. 25-ci sual. Xəritə verib. Xəritədə Dərbəndi verib bizə. Baxın, bura Dərbəndi soruşur bizdən. Dedi, xəritədə ulduzla işarələmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətlərin müəyyənliyi 11-ci əsrə qədər olandır. Erkən orta əsrlər nə vaxtda xatırlayır, əziz və dəyərli izləyicilər? Azərbaycanda 3-cü əsrdən 11-ci əsrə kimi. 11 daxil deyil. Axırıncı əsr 10-cu əsrdir. 3, 10 bu aralıq erkən orta əsrlər adlandırılır. Baxaq görək Dərbəndin erkən orta əsrlər tarixinə nələr aiddir. Demək, 869-da burada bəli. Dərbənd əmirliyi yaranıb, bu düzdür. 8-ci əsr ortalarında müstəqil idarə olunması bu səhvdir. Ərəb əsilli Haşimilər tərəfindən, bəli, Dərbənd əmirliyini Haşim bin Suraq yaradıb. Haşimilər nəslindən. 3 düzdür. 11-ci əsrin sonunda 11-ci əsrin sonuna qədər müstəqil saxlaması bu düz fikirdir. Amma 11-ci əsr erkən orta əsrlər olmadığı üçün, klassik orta əsrlər olduğu üçün biz bunu götürmürük. Cavab oldu 1 ilə 3-cü cavablar. İndi baxaq 26-cı suala. Hadisələrin xronoloji ardıcılığı müəyyən. Şeyx Cüneydin, əslində bu sualda Cüneyd, Heydər, Səfiyyəddin, Şəməsi döyüşdə Sultanlının dövründə olub. Biz bu adlarla ardıcılığı qura bilərik. Əvvəl Səfiyyəddini qoyuruq, sonra Cüneyd hakimiyyətdə olub, sonra Heydər hakimiyyətdə olub, axırda Sultanlı hakimiyyətdə olub. Amma illəri də sizin yazıb. Samur döyüşü 1460, Şahdağ döyüşü 1488, Şeyx Səfiyyəddinin təriqətin əsasını qoyması, Ərdəbil hakimi yaratması 13-cü əsr, Şəməsi döyüşü də ki 1494-cü il. Doğru cavab oldu 3, 1, 2 və 4. Xronoloji ardıcıllıq bu cür oldu. Baxaq indi 27-ci son sualın izahına. Situasiyadan əvvəlki son sual. Şəddadilər dövləti verib. Demək, əslində burada bir xırda səhv var. Bunu mən buradan açıqlayacağım. Yəqin ki, DİM-də suala hazırlayan şəxslər də bunu sonradan görüb xırda səhvlərini biləcəklər. Baxın, paytaxtı Gəncə olan müstəqil dövlətin əsasını qoyan ləşkəridir. Bunu yazırıq ləşkəri. Biri yazırıq ləşkərinin qabağına. Səlcuq dövləti ilə müqavilə bağlayıb Səlcuqlara tabe olan 1054-cü ildə Əbləsvar Şavurdur. Əbləsvar Şavurun qabağına yazırıq 2-ni. 1A, 2B. Dəbili ələ keçirib müstəqil əmir yaratması 951-ci il Məhəmməd ibn Şəddada aiddir. 3-ü də yazırıq bura. Amma əziz və dəyərli izləyicilər, 951-ci ildə Dəbili ələ keçirib əmirlik yaradanda Məhəmməd ibn Şəddad, Şəddadilər dövləti yox idi.
971-ci ildə yaranıb Şəddadilər. O Şəddadilər dövlətinə, o Şəddadilər nəsli yazılmalı idi burada. Və yaxud da Şəddadilər sülaləsi yazılmalı idi burada. Aydınmı? Burada qısa bir dənə, xırda bir dənə səhvə yol veriblər, diqqətsizlik eləyiblər. Bu sualı hazırlayan kimdirsə həmin şəxs biraz diqqətsizliyə yol verib. İndi baxaq mənbə sualına. İkinci sınavın son sualı, situasiya sualına baxaq. Əziz və dəyərli izləyicilər, bu situasiyada Monqol hücumlarından danışır. Birinci sual nədir? Deyir ki, mənbədə bəhs edilən yürüyüş zamanı Təbrizin hakiminin adını qeyd edin. Biz bilirik ki, Monqolların birinci hücumu zamanı Təbriz hakimi Şəmsəddin Tuğrai idi. Şəmsəddin Tuğrai Monqolların birinci yürüyüşündə Təbrizə 3 dəfə hücum olur Monqollar tərəfindən. Üçünə Təbrizi xilas edir. Xərac verməklə Təbrizi dağıntılardan xilas edir. İkinci sual. Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin mənbədə bəhs edilən yürüyüşlə bağlı. Xarəzmşah Məhəmməd Xarəzmşah Cəratın atasıdır. Atabəy Özbəkdəki birinci Atabəy hökmdarıdır. Hər ikisi Monqol hücumları zamanı Monqollara qarşı mübarizə aparıblar. Məğlub olublar və öz dövlətlərindən qaçıblar. Özbək Təbrizdən qaçıb, Xarəzmşah Məhəmməd də ki, Xarəzmdən qaçıb və qıraq bir ərazidə dünyasını dəyişiblər. Son sual, üçüncü sual deyir ki, mənbədə bəhs edilən bu yürüyüş zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəbi nə idi? Təbrizlər ciddi müqavimət göstərməyə hazırlaşmışlar, hazır idilər. Monqollar bunu bilirdilər və Təbriz şəhəri dağıntılardan xilas olmaq üçün xərac verir. Təbrizdən xərac aldıqları üçün Monqollar Təbriz şəhərini tuta bilmirlər. Son sualın izahı bu qədərdir. Diqqətinizə görə minnətdaram. Sağ olun, salamat olun.